Abituriyentlər 27 nömrəli sualın izahını təqdim edirik. Uyğunluğu müəyyən edin. Azərbaycan, Qazaxıstan, Türkmənistan. Xəzər hövzəsində ən uzun sahil xəttinə malikdir. Buradan xəritədən də gördüyümüz kimi ən uzun sahil xətti orada Qazaxıstanındır. Yanacaq ehtiyatlarının əsas hissəsi Xəzər dənizinin şelf zonasında yerləşir. Bu, Azərbaycana aid xüsusiyyətdir. B. Asiyanın ən alçaq nöqtələrindən biri burada yerləşir. Qazaxıstana aid olacaq bu. Subtropik kontinental iqlim tipi hakimdir. Bu, Türkmənistana aid olacaq. Buradan da gördüyümüz kimi 4A rəqəmi ilə işarələnib. Subtropik kontinental iqlim. Azərbaycanın ərazisi düşür subtropik iqlim quşağının Aralıq dənizi tipindən. Burada Türkmənistan ərazisi cənubunda subtropik quşağın kontinental tipi yayılmışdır. Ərazisində G siqnalda yerləşən ovalıq vardır. Əlbəttə ki, Azərbaycan ərazisi Kürraz ovalığı G siqnalda yerləşən ovalıqdır. 1-ə BY, 2-ə AC, 3-ə D. Doğru cavab belədir.